Salam hər bir kəsə. Bugünkü mövzumuzun adı tektonik proseslər, zəlzələ və vulkanlardır. İlk öncə başlayaq ki, niyə tektonik hərəkətlər vulkan və zəlzələlərə səbəb olur və yer qabığının dərinliklərində toplanan enerjinin təsiri ilə yer səthinin ani bir vaxt ərzində titrəməsinə zəlzələ deyilir. Yəni zəlzələ nəyə deyildi? Yer səthinin ani vaxt ərzində titrəməsinə. Sonra zəlzələ ilə bağlı proseslər, seysmik proseslər adlanır. Zəlzələnin yerin dərinliyində yarandığı sahə onun zəlzələ ocağı, yəni hiposentr adlanır. Hiposentrin yer səthindəki proyeksiyası epicentr adlanacaq. Ən güclü zəlzələlər harda olacaq? Təbii ki, epicentrdə. Yəni testlərdə çıxacaq qarşınıza epicentr götürəcəksiniz. Bu formada olur. Yəni təsəvvür edin ki, bu zəlzələ ocağıdır və epicentr isə hiposentrə daha yaxın olur deyə ən güclü zəlzələlər də məhz burada baş verir. Sonra zəlzələnin gücünü seismograf cihazı ilə ölçürlər və e, Richter şkalası ilə 12 ballıq Richter şkalası ilə təyin edilir. Bəs yaxşı, dağıntıları hansı cihazla ölçülür? Yəni zəlzələdən sonra təbii ki, dağıntılar baş verir. Bu dağıntılar isə Merkalli şkalasına əsasən ölçülür. Sonra seismik xəritələrdə eyni seismikliyə malik olan nöqtələri birləşdirən xətlər isə izoseislər adlanacaq. Vulkanların yayıldığı ərazilərdə yeraltı sular böyük təzyiqlə səthə çıxır və bunlar isə qeyzerlər adlanacaq. Bu isə artıq qeyzerə keçirik və qeyzerlər qaynar suların e, yəni qaynar sulardan ibarət olur. Böyük təsərrüfat əhəmiyyətinə malikdir. Məsələn, İslandiyada, Yeni Zelandiyada belə sulardan istixana və e, evlərin qızdırılmasında istifadə olunur. Sonra qeyzerin səthə çıxdığı çökəri isə qrifon adlanır. Yəni bu formada olur. Sonra ətrafa atılan tullantılar isə qeyzeritlər adlanacaq. Sonra deməli, tektonik hərəkətlər yer qabığında bütün inkişaf mərhələlərində müşahidə olunmuşdur. Qədimdə baş vermiş tektonik proseslərə politektonik, kaynozoyda baş vermiş proseslər isə neotektonik proseslər adlanacaq. Yəni, paleo sözünün mənası qədim, neo isə yeni deməkdir. Neotektonik proseslər litosfer tavaların şaquli, eləcə də üfüqi hərəkəti ilə müşahidə olunur. Şaquli hərəkətlərə biz Himalay, Qafqaz, Krım, Karpat, Ant dağlarına rast gəlinir. Sonra Şimal dənizinin cənubunda və Meksika körfəz sahillərində isə enmələr baş verəcək. Yəni, qalxmalar hansı ərazilərdə oldu? Dağlarda. Məsələn, Himalay, Qafqaz, Krım, Karpat, Ant, Pont, Tavr, Alp dağlarında bunlarda qalxmalar, enmələr isə Meksika körfəzi, sonra Şimal dənizi, cənub hissələrində müşahidə ediləcək. Sonra baxırıq ki, üfüqi hərəkətlər də şaquli hərəkətlər kimi tədricən baş verir. Litosfer tavalarının üst mantiyanın səthi il ərzində təqribən 6-7 sm sürüşərək yerini dəyişəcək. Sonra yer qabığında, burada informasiya fondunda maraqlı məlumat verilib. Yer qabığında dərinliyə doğru hər 33 metrdə suxurların temperaturunun 1 dərəcə artmasına geotermik pillə deyiləcək. Bu isə vulkanizmin daha aktiv olduğu ərazilərdə yeraltı suların temperaturunun artmasına, onların mineral tərkibinin zənginləşməsinə səbəb olacaq. E, Yəni təsəvvür edin ki, geotermik pillə necə bir anlayışdır? Burada yer səthində bilir ki, məsələn, okean səviyyəsidir və 0 metr kimi qəbul edək. Burada temperatur, məsələn, deyirəm, 15 dərəcədir. Bu zaman 33 metrədən aşağı düşsək, burada temperatur neçə dərəcə olacaq? Təbii ki, 16 dərəcə. Və ya məsələn, 33 metr gəldik, indi bir də 33 metr getmək istəyirəm aşağıya. Bu zaman burada olacaq artıq 17 dərəcə. Yəni bu formada 1 dərəcə arta-arta düşdük aşağı.
Yəni yerin daxilinə doğru gedirik. Amma bu 33 metrə e, yəni orta bir rəqəmdir. Lakin seysmik ərazilərdə 33 geotermik pillə 33 metrədən kiçik olur. Yəni bu nə deməkdir? Bir dəqiqə. Aha. Məsələn, normalda biz 33 metrədən 1 dərəcə artırdıqca, məsəl üçün seysmik ərazilərdə bu dəyişəcək. Deyək ki, 20 metrdən 1 dərəcə artacaq. Amma platform ərazilərdə tam əksidir. Platform ərazilərdə isə məsələn 1 dərəcə artması üçün ə, əvvəl 20 metr lazım idisə, platform ərazilərdə artıq məsələn deyirəm 40 metr lazım olacaq ki, 1 dərəcə artsın. Sonra davam edək. Neotektonik hərəkətlərin təbiətdə böyük dağıntılar törədən hadisələrə, kataklizmlərə, yəni səbəb olur. Kataklizm hadisələrdən biri də vulkan püskürmələridir. Vulkan hadisələrindən dağıntısı fəlakətlər, yəni zəlzələdir, vulkandır. Bunlar fəlakətli təbiət hadisəsi olsalar da, onların müsbət tərəfləri də vardır. Yəni üzr istəyirəm, yalnız vulkanı nəzərdə tuta bilərik. Burada məsələn geoslərin fəaliyyət göstərdiyi ölkələrə İtaliyanı nəzərdə tuta bilərik. Məsəl üçün İtaliyanın Toskana bölgəsində dərin quyularından 250-900 metrdən ayrılan buxardan tərkibi minerallarla zəngin olan duzlar alınır. Yəni ümumiyyətlə İtaliyada geoslərdən istehsal edilən elektrik enerjisindən istifadə olunur. Yəni Toskana əsas burada yadda saxlamaq lazımdır ki, Toskana bölgəsi hardadır? Deyəcəyik ki, İtaliyada. Yəni Toskana İtaliyadadır. Geosdur. Sonra davam edirik. Burada bayaq qaldıq. Yəni vulkanlar mənfi halları, yəni mənfi tərəfləri çox olsa da, müsbət tərəfləri də vardır. Vulkanlara yaxın olan ərazilərdəki torpaqların tərkibində püskürən zaman ətrafa səpələnən dəmirdir, piritdir, xrom bu kimi müxtəlif elementlərə rast gəlinir. Minerallarla zəngin olan bu torpaqlar əkini daha yararlı hesab olunacaq. Sonra vulkanizmin aktiv olduğu ərazilərdə isti, təzyiqli, minerallarla zəngin olan sular, yer qabığındakı çatılarla termal bulaq və qeyzerlər şəklində yer səthinə çıxır. Qeyzer termal bulaqlar isə, yəni qeyzerlər və termal bulaqlar isə geotermal elektrik stansiyaların fəaliyyətində, yəni fəaliyyətini təmin edir. Geoslərin fəaliyyət göstərdiyi ölkələr hansılar desə, məsələn, İslandiya, İtaliya, Yeni Zelandiya, ABŞ, Yaponiya, İndoneziya kimi ölkələri bura aid edə biləcək. Bu da ki, Cənub-Şərqi Asiyada vulkan qonuslarındakı oyğularda bəzi quşlar üçün inkubator rolunu oynayır. Bu da dərslikdə verilən bir məlumatdır. Əslində bir geniş istifadə olunmur, sadəcə maraqlı olması üçün belə deyək, bura salmışıq. Sonra burada termal sular müalicə və rekreasiya məqsədi ilə istifadə olunur. Azərbaycandakı ən məşhur termal bulaq Kəlbəcərdəki isti sudur. Tərkibinə görə Çexiyadakı Karlovari mineral bulağı ilə oxşarlığı var. Yəni bu formada sual düşə bilər ki, dünyadakı Karlovari mineral bulağı ilə Azərbaycandakı mineral bulağın, yəni yerləşdiyi inzibati rayon üçün ortaq xüsusiyyətləri və ya nə bilim, belə deyək, isti su mineral bulağının aid olduğu inzibati rayon üçün doğru fikirləri, yanlış fikirləri müəyyən edin. Yəni əsas məsələ odur ki, isti suyun mineral bulağın aid olduğu rayonu bilməliyik. Burada da Kəlbəcəri nəzərdə tutulacaq. Bundan əlavə Masallıda, Lənkəranda, Astara rayonlarının ərazisində də mineral bulaqlar mövcuddur. Və burada tibbdə, yəni dəri, revmatizm, oynaq xəstəlikləri müalicəsində istifadə olunur.
Və burada İslandiyada da GEOS fəaliyyət göstərir. Buradakı məlumatları oxumaq tövsiyə edirəm, çünki X ölkəsi verə bilər və buradakı məlumatları həmin X, məsələn, bu formada olur. Deyək ki, deyir ki, istehsal edilən elektrik enerjisinin 20%-dən çoxu GEOS-lər verir. Məsəl üçün, bura bu cümləni yazır. Sonra ikinci cümləyə, sətrə daha doğrusu yaza bilər ki, istixana şəraitində sitrus meyvəçiliyi, meyvə-tərəvəz yetişdirilir. Yəni, bunu da ikinci sətrə yaza bilər. Sonra deyə bilər ki, X ölkəsi üçün doğru fikirləri müəyyən edin. Bu məlumatları bilsək, əgər yəni buradakı məlumatları bilsək, bilərik ki, söhbət İslandiyadan gedir. Daha sonra İslandiyaya aid olan xüsusiyyətləri müəyyən edə bilərik. Burada isə İslandiyada geoslərin enerji istehsal göstəriciləri illər üzrə dəyişməsi verilib. Yəni, bəzən ola bilər ki, bu sxemi verə bilər və buradan belə bir nəticəyə gəlmək olar ki, bu İslandiyaya aiddir. Bu da dərslikdə verilən bir məlumatlardır. Sonra baxırıq növbəti. Burada diqqət etmək lazımdır ki, şarnir nədir? Şarnir dayaqlar üzərində inşa edilən binalar zəlzələ zamanı ləngə vurur, lakin dağılmır. Ə, Yəni şarnir bir növ zəlzələlərdən qurtarmaq üçün üzr istəyirəm, və nisbətən az dağıntılara məruz qalması üçün istifadə olunur və bunlar əsasən inkişaf etmiş ölkələr üçün xas olan xüsusiyyətlərdir. Sonra Vezuvi vulkan püskürməsi nəticəsində Pompey, Herkuleanum və Stabia şəhərləri məhv olmuşdur. Bunlara da yadda saxlasaz yaxşı olar. Yəni dərslikdə verilib, ona görə deyirəm. Daha sonra geosinklinal qurşaqlarda tektonik çatlar vasitəsilə ərimiş maddələri, maqma böyük təzyiq altında səthə çıxır. Bu proseslər maqmatizm adlanacaq. Sonra səthə çıxmış ərimiş maqma lava adlanır. Lavanın səthə çıxdığı qıfa bənzər çökəklik krater, diametri 5 kilometrdən böyük olan çökəklik isə kaldera adlanır. Əslində burada 1500 metrdən yuxarı olsaydı daha yaxşı olardı. Yəni kaldera olması üçün 1500 metrdən yuxarı olarsa bu kaldera adlanacaq. Bunlara misal olaraq Aso və Apo vulkanların kalderasıdır. Bunlar Filippin və Yaponiyada yerləşir. Sonra davam edək. Burada vulkanın necə əmələ gəlməsi, necə formalaşması göstərilib. Birinci baxırıq ki, dərinliklərdə baş verən proseslər nəticəsində çatlar yaranır və həmin çatlar nəticəsində həmin yəni çatlar olan hissəyə yer qabığında yaranan çatlara yüksək təzyiqli üst mantiyadan çoxlu maqma daxil olur. Maqmadan daxil olandan sonra yer səthinə doğru qalxaraq boğaz yaradır. Dördüncü mərhələdə isə vulkan konusundakı təpəsində çökəklik əmələ gətirir. Beşinci mərhələdə isə, yəni kraterdən səthə zəhərli qaz, su buxarı, kül, vulkan bombaları və ərmiş maye, lava axır. Altıncı mərhələdə isə yer səthində konusa bənzər qabarıq relyef formaları yaranacaq. Bu da əlavə olaraq, məsələn, ona yaxın ərazilərdə dərinliklərdə istilik nəticəsində yeraltı qaynar sular yüksək təzyiq şəraitində səthə çıxır və qeyzerlər yaranacaqdır. Sonra burada vulkanlar iki tipə bölünür. Yəni materik tipli yer qabığında baş verən vulkanlar, bir də okean tipli yer qabığında baş verən vulkanlardır. Materik tipli yer qabığında turş tərkibli vulkanlar, yəni onlar stratovulkanlar adlanır. Bunlara misal olaraq Kilimanjaro, Vezuvi, Etna vulkanlarını aid edə bilərik. Okean tipli yer qabığında isə əsas tərkibli vulkanlardır. Qalxanvari vulkanlar deyilir. Mauna Loa, Mauna Kea, Kiliao, Hekla
vulkanlardır ki, bunlar okean tipli yer qabığında, yəni əsas tərkiblidir və okean tipli yer qabığında formalaşırlar. Ən hündür fəaliyyətdə olan vulkan Ant dağlarında Lülyakodur, 6723 metr. Dünyanın ən hündür sönmüş vulkanı isə Ant dağlarında yerləşir. Yenə də bu isə Çimperosudur, 6310 metr. Vulkanlar fəaliyyətinə görə iki yerə bölünür. Sönmüş və fəaliyyətdə olan vulkanlar. Belə deyək, fəaliyyətdə olan vulkanlara misal göstərə bilərik Asiyadakıları. Məsələn, Fudziyamadır, Yapon adasındadır. Aso Yapon adasındadır. Apo Mindanao adasındadır. Mindanao Filippinə məxsusdur. Pinatubo'dur. Luzon adasında. Krakatau'dur. Kerenti'dir, Krakatau. Bunlar Sumatra adasında yerləşir. Sonra İndoneziyadakı hə, yəni Krakatau İndoneziyadadır. Sonra Semeru eyni zamanda o da İndoneziyadadır. Klitsko Sopkasda Kamçatka yarımadasındadır. Sonra Şimali Amerikada Orsiaba Meksikadadır. Toxumulka Gvatemala'dadır. Shasta ABŞ-da, Rainier ABŞ-da, Momotomba Nikaragua'da, Colima Meksikada, Popocatépetl Meksikada, Montpellier Martinika adasında yerləşir. Cənubi Amerikada fəaliyyətdə olan vulkanlara Liliaco Çilidədir, San Pedro Çilidədir, Ruiz Kolumbiyadadır, Cotopaxi Ekvadordadır, Chimborazo dünyanın ən hündür sönmüş vulkanıdır. Cənubi Amerikada yerləşir. Sonra Afrikadakı Kilimancarodur, Kamerundur, Karsimbidir, Kenyadır. Kenya sönmüş vulkanlar sırasına daxildir. Əsas bu iki vulkan var ki, Kilimanjaro, Kamerun bunlar fəaliyyətdə olan vulkanlar sırasındadır. Sonra Antarktidada isə Erebus və Terror vulkanlardır. Erebus fəaliyyətdə olan vulkandır. Sadəcə Terror isə sönmüş vulkanlar sırasındadır. Onu da qeyd edək ki, bu həm Erebus, həm Terror Cənub və Şərq yarımkürəsində yerləşəcək. Okeanada isə Mauna Kea hava adalarındadır. Ruapehu Yeni Zelandiyanın şimal adasında yerləşir. Burada diqqət etmək lazımdır ki, vulkanları işıqlanma qurşaqları üzrə öyrənək. Çünki vulkanları sadəcə yerlərini bilmək şərt deyil, əsas onların hansı işıqlanma qurşağında yerləşir, onları da bilmək vacib ünsürlərdən biridir. Deməli, birinci baxırıq e, Şimali Amerika materikinə. Şimali Amerikada Venominov, Katmai vulkanlarıdır, Rainier'dir, Shasta'dır. Ümumiyyətlə, Venominovdur, Katmai'dir, Rainier, Shasta. Bu vulkanlar mülayim işıqlanma qurşağında yerləşir. Daha sonra Kolima'dır, Orsiaba'dır, Popocatépetl-dır, Momotombadır, Toxumulkadır, Montpellier'dir, Ruizdir. Bunların hamısı tropik işıqlanma qurşağında yerləşir. Daha sonra burada hava adaları iki işıqlanma qurşağında yerləşəcək və hava adalarında yerləşən vulkanlar Mauna Loa, Mauna Kea, Clio kimi vulkanlardır ki, bunlar hava adalarında yerləşir. Sonra Cənubi Amerikadakılar isə Ruizdir, Cotopaxidir, Chimborazodur, San Pedrodur. Bu vulkanlar tropik işıqlanmada, Liliaco isə mülayim işıqlanmada yerləşəcək. Sonra Avrasiya materikinə baxanda görürük ki, qütb işıqlanma qurşağında yerləşən yoxdur. Burada mülayimdə yerləşənlər İslandiyadakı Hekla, Bardarbunga, Eyjaf, yəni bu kimi vulkanlardır. Daha sonra Kanar adalarındakı Tayde vulkanı, Stromboli adasındakı Stromboli vulkanı, sonra Vezuvi Apennin yarımadasında, Siciliya adasında Etna vulkanı. Bunlar fəaliyyətdə olan vulkanlardır. Yəni qırmızı ilə göstərənlərin hamısı fəaliyyətdə olan vulkanlara aid edə bilərik. Sonra bu qara isə təbii ki, sönmüş vulkanlar olacaq. Bundan əlavə burada Elbrus, Kazbek, Damavand, Səhənd kimi vulkanlar ki sönmüşdür. Sonra keçirik Avrasiyanın şərq hissəsinə. Burada Kamçatka yarımadasında Kuritsko Sopkası, Yapon adalarında Fudziyama, Aso vulkanları, sonra Filippin adasında Pinatubo, Luzon, Mindanao adaları, Apo adaları, yəni Pinatubo, Luzon, Mindanao, Apo vulkanlarıdır ki, belə deyək də, yəni
Filippin adaları əsas iki adadan ibarətdir. Pinatubo və üzr istəyirəm, Luson və Pinatubo. Üzr istəyirəm yenə də. Luson adası və Mindanao adası. Burada Luson adasındakı Pinatubo, Mindanao adasındakı isə Apu vulkanlarıdır. Sonra burada İndoneziya ərazisində Kerinci, Krakatau, bunlar yalnız Sumatra adasındadır. Slames, Semeru, Agua isə Yava adasındadır. Yeni Qvine adasındakı Lamington vulkanıdır. Bu da tropik işıqlanmada yerləşir. Sonra Yeni Zelandiya iki müstəqil adadan, Şimal və Cənub adadan ibarətdir. Bunları ayıran boğaz Cook boğazıdır. Şimal adasında yerləşən Ruapehu vulkanıdır. Burada Erebus aktiv, terror isə sönmüş vulkanlara aid edə bilərik. Onu da qeyd edək ki, Erebus və terror Cənub və Şərq yarımkürəsində yerləşir. Sonra adada yerləşən vulkanlar burada verilib. E, Məsələn, Ruapehu vulkanı Yeni Zelandiyada, Erebus Ross adasında, Terror Ross adasında, Apo Mindanao adasında, Pinatubo Luson adasında, Aso Kyushu adasında, Fujiama Yaponiya adasında, yəni Honshu adasında daha dəqiqi, Mauna Kea, Mauna Lea, Kiliaubu adalar, yəni bu vulkanlar hava adalarında, Kerinci, Krakatau'dur, bunlar Sumatra adasında, Slametdir, Semeru'dur, Agua'dır, Yava adasında. Yaxşı, belə deyək, daha dolğun şəkildə yadda saxlamaq üçün iki K-ları, yəni burada Kerinci, bir də Krakatau. Bunları biz Sumatra adasına, Semeru, Slamet, Aguna isə Yava adasına qeyd edə bilərik. Yəni iki dənə K-lar Sumatra adasında, iki dənə S-lar isə Yava adasına deyə bilərik. Sonra burada Tayde vulkanı Kanar adasında, Hekla İslandiyada, Bardarbunga İslandiyada, Eyjav İslandiyada, sonra Etna vulkanı Siciliyada, Montampeli Martinika, Lamington isə Yeni Qvine adasındadır. Sonra bəzi ərazilərdə psevdo vulkanlar, yalancı vulkanlar adlanan palçıq vulkanları püskürür. Onların sayı 300-dən artıqdır. Ən böyük Torağaydır. Azərbaycanda daha sonra Şıx Sahilli, Axtarma Paşalı, Qalmaz, Keyrəki, Otman Bozdağ, palçıq vulkanlarına əsasən, yəni Otman Bozdağ kimi vulkanlardır. Palçıq vulkanları əsasən çökmə süxurlarda, sonra bir dəqiqə bunları qayır. Qaldığımız yerdən davam edək. Bəzi ərazilərdə psevdo vulkanlar, yəni yalançı vulkanlar e, formalaşır və onların sayı e, dünyada təxminən 700 dənədir və Azərbaycanda isə 300-dən artıqdır ki, ən böyüyü Torağay, Şıx Sahilli, Axtarma Paşalı kimi Qalmaz, Keyrəki, Otman Bozdağ vulkanlarıdır. Və e, qaynar gil palçıq kütləsi səthə çıxır. Bu salza adlanacaq. Salza daha sonra bərkiyərək breksiyə çevrilir. Neft qazın daha çox, yəni neft qazlı sahələrdə palçıq vulkanlarına da daha çox rast gəlmək olar. Sonra palçıq vulkanları bizim yəni milli sərvətlərimizdəndir və bir çox əsəb sistemi, dəri və oynaq xəstəlikləri müalicəsində istifadə olunur. Sonra yer səthinin relyefi. Relyef yer səthinin nahamarlıqlar cəmidir və geomorfologiya elmi öyrənir. Geomorfoloji xəritələrdə relyef formaları və tipləri təsvir edilir. Relyef iki prosesin təsiri ilə yaranır. Bir endogen, bir eksogen. Endogen morfok struktur relyef formaları, eksogen isə morfok sluptur relyef formalarıdır. Endogenlər, bura biz daxili relyef forma, yəni daxili amillərin təsir nəticəsində yaranır. Dağarası çökəkliklər, vulkan, okean novları, vulkan kraterləri, qırışıq dağlar, adalar qövsü, sinklinallar, antiklinallar,
Qrabenlər, horslar və sairə aid edə bilərik ki, bunlar endogen relyef formasıdır. Eksogenlər isə xarici amillərin təsiri ilə formalaşır, morfok struktur adlanır. Bura abrozyon, terras, qovuqlar, gətirmə konusu, yarğan, qobu, kars, antropogen amillər, yəni insan təsiri ilə əmələ gələn amillər bura aid edə bilərik. Sonra düzənliklər. Yer səthinin nisbətən hamar sahələri düzənlik adlanır. Düzənliklər mütləq hündürlüyünə görə 3 qrupa bölünür. Ovalıqlar, yüksəkliklər və yaylılar. Ovalıqlar 200 metrə qədər olan, yəni hündürlüyü 200 metrə qədər olan ərazilər ovalıq, 500 metrə qədər olanlar yüksəklik, 500-dən yuxarı isə yaylılar adlanacaqdır. Sonra ovalıqlar mütləq hündürlüyü dedik ki, 200 metrə qədər olan ərazilərdir. Okean dəniz səviyyəsindən aşağı olan hissələr ovalıqlar çökəkliklər adlanır. Yer kürəsindən böyük ovalıqlara biz Amazon, Mississippi, Orinoco, La Plata, Atlantik sahili, Meksika sahili, Mesopotamiya, Hind, Qanq, Kür-Araz, Qərbi Sibir, Orta Dunay, Xəzəryani, Turan, Mərkəzi Avstraliya və s. aid edə bilərik. Okean səviyyəsinin aşağıda yerləşən ovalıqları misal olaraq isə Xəzəryanı və Kür-Araz ovalıqlarını göstərmək olar. Yəni belə deyək ki, Kür-Araz ovalığının yəni hamısı okean səviyyəsindən aşağı deyil. Təbii ki, okean səviyyəsindən yuxarıda olan hissələrdə mövcuddur. Sonra yüksəkliklər nədir? Yüksəkliklər dedik ki, 200-500 arası olan düzənliklərdir. Bura Orta Rusiya, Valday, Stavropol, Lavrenti yüksəkliklərini aid edə bilərik. Yaylılar mütləq hündürlük 500 metrdən çox olan düzənliklərdir. Tibet, Anadolu, İran, Orta Sibir, sonra Dekan, Qarabağ, Braziliya, Gviyana, Patagoniya, Meksika, Kolorado, Efiopiya, Şərqi Afrika, Qərbi Avstraliya yaylılarıdır ki, bunlara aid edə bilərik. Sonra düzənliklər mənşəyinə görə 2 qrupa bölünür. Akkumulyativ bir də dendrosion. Akkumulyativ nədir? Akkumulyativ yer qabığının çökək sahələrində süxurların toplanması və səthin hamarlanması nəticəsində yaranır. Akkumulyativ düzənliklər yəni ovalıqlara uyğun gəlir. Onlar eroziya, buzlaq, çay, dəniz mənşəli ola bilər. Əsasən ovalıqlar deməli Kür, Araz, Hind, Qanq, Qərbi Sibir, La Plata, Meksika sahili, Atlantik sahili, Alman Polş ovalığı, Turan Xəzəryanı, Orinoco, Padan, Böyük Çin düzənliyi, Amazon. Bunlar akkumulyativ mənşəli düzənliklərdir. Yəni toplanma nəticəsində əmələ gəlirlər. Dendrosion mənşəli isə düzənlikləri bu ərazilər süxurlar aşınıb, parçalanır, dağılır və alçaq yerlərdə aparılması nəticəsində onlar yerində yaranır və əsasən qədim kristalli süxurlardan ibarət olan yüksək ərazilərdə yaranan yaylalar aiddir. Qərbi Avstraliya, Braziliya, Dekan, Orta Sibir, Gobi, Kolorado yaylaların misal göstərə bilərik. Sonra bəzən dendrosion düzənliklərdə şahid dağlar formalaşır. Bura Əxəqqər, Tibet, Darfur kimi Afrika materikində yerləşən şahid dağları bura aid edə bilərik. Mövzumuz bura qədər. İzlədiyiniz üçün təşəkkürlər.